Salam, xoş gördük sizi, hörmətli müəllimlər. Bu gün biz sizinlə şagirdlərdə təqdim etmə bacarığının formalaşdırılmasından danışacağıq. Effektiv təqdim etmə bacarığı insanın peşəkar və şəxsi həyatında mühüm rol oynayır. Həyatının müxtəlif məqamlarında insan auditoriya qarşısında çıxış etməli olur. Konfranslarda, tədbirlərdə, toyda, layihəni, hər hansı bir işin nəticəsini komandasına təqdim edəndə, insanlara nəyisə öyrədəndə, biznes tərəfdaşlarına, investorlara yeni ideyalar təqdim edəndə və s. Xüsusən insanın karyerasının qurulmasında və irəliləməsində təqdim etmə bacarığının rolu böyükdür. Danışanın nə dediyindən də çox necə dediyi böyük əhəmiyyət daşıyır. Ona görə şagirdlərdə təqdim etmə bacarığını formalaşdırmaq çox vacibdir. Təqdim etmə informasiya və fikirlərin qarşı tərəfə effektiv şəkildə ötürülməsidir. Təqdimat etməyi bacaran şəxsdə istər-istəməz bir çox digər bacarıqlar da formalaşır. Şifahi və yazılı ünsiyyət bacarıqları, özünə inam, tənqidi və yaradıcı təfəkkür, problem həll etmə, özünü və başqalarını motivasiya etmək, liderlik bacarıqları, vaxtın idarə olunması, danışıq aparmaq bacarığı və s. Bəs təqdim etmə zamanı nəyə diqqət yetirmək lazımdır? Ümumiyyətlə, şagirdlərdə natiqlik bacarığını formalaşdırmaq mümkündürmü? Yoxsa bu fitri istedaddır? Gəlin bu barədə danışaq. İnsan natiq olaraq dünyaya gəlmir, amma sonradan güclü natiqə çevrilə bilər. Təqdim etmə bir bacarıqdır. Öyrənmə və təcrübə nəticəsində formalaşır. Şagirdlərdə bu bacarığı formalaşdırmaq üçün onlara hansı tövsiyələr və təlimatların verilməsi məqsədə uyğun hesab edilir? Birinci, şagird bilməlidir ki, hazırladığı təqdimat qarşı tərəfi məlumatlandırmağa, ona informasiya ötürməyə, dinləyəni inandırmağa, ona düşünmək üçün material verməyə, ən əsası isə məqsədə çatmağa xidmət etməlidir. Təqdimat məqsədə çatmağa kömək edibsə, deməli effektiv olmuşdur. Bəs təqdimatın effektiv olması üçün nə etmək lazımdır? Təqdimat mütləq planlaşdırılmalıdır. Şagirdlərə tapşırın ki, təqdimatın məqsədini müəyyənləşdirsinlər və nəticədə nəyə nail olmaq istədiklərini dəqiq bilsinlər. Şagirdləri təqdimatdan əvvəl auditoriya ilə tanış olmağa yönəldin. İnsan qarşısında çıxış edəcəyi auditoriyanı tanımalıdır. Bilməlidir ki, onu kim dinləyəcək, nə qədər insan dinləyəcək, onların bilik səviyyələri nədir, ümumiyyətlə təqdimatdan gözləntiləri nədir? Bu, mətnin səmərəli qurulmasına kömək edəcəkdir. Şagirdlərdə istənilən auditoriya qarşısında rahat şəkildə çıxış edə bilmək vərdişi formalaşdırmaq üçün isə onları tez-tez müxtəlif auditoriya qarşısına çıxarmaq lazımdır. Şagirdləri müxtəlif məkanlarda təqdimat etməyə yönəldir. Bu zamanda şagirdləri təqdimat edəcəkləri yerlə əvvəldən tanış olmağa yönəldin. Şagirdlər bilməlidirlər ki, təqdimatı dinləyənləri yerləşdirmək üçün nə qədər yer var. Yerlər necə müəyyənləşdirilib? Məkanın audio-video avadanlığı necədir? Diqqət yayındıran faktorlar varmı? Bütün bu elementlər təqdimatın effektiv olmasını dəstəkləyir. Təqdimatın hansı gün və günün hansı saatında aparılacağını da bilmək vacibdir. Təqdimat səhər, günorta yoxsa axşam olacaq, iş günü yoxsa istirahət günü olacaq. Çünki bunlar da insanların əhval-ruhiyyəsinə, diqqətinə, həvəsinə və marağına təsir göstərən faktorlardır. Hörmətli müəllimlər, siz şagirdlərinizi istənilən gün, günün istənilən saatında müxtəlif auditoriyalar qarşısında təqdimat etməyi öyrətməlisiniz. Şagirdlərə izah edin ki, nitqin düzgün təşkil edilməsi çox vacib məqamdır. Təqdimat üçün informasiyanın əsas məqamları, arqumentlər, keçidlər müəyyənləşdirilməlidir. İnformasiya mümkün qədər vizuallaşdırılmalıdır. Təqdimatın çərçivəsi müəyyənləşdirilməlidir. Açar sözlərlə xatırlatma olmalıdır. Ümumiyyətlə, şagirdlərə izah edin ki, təqdimat zamanı nitq axıcı olanda dinləyici yorulmur. Bundan əlavə, təqdimat edən çevik olmalı və auditoriyasına qarşı daha açıq olmalıdır. Şagirdləri təqdimatdan əvvəl dəfələrlə məşq etməyə yönəldin. İmkan daxilində təqdimat edəcəkləri otaqda məşq etsinlər. Ssenari üzərində çox çalışsınlar və vaxta diqqət yetirsinlər. Sual-cavab prosesini simulyasiya etsinlər. Təqdimat edəcəkləri otaqda texniki avadanlığı əvvəlcədən yoxlasınlar və gözlənilməz hallar üçün B planı hazırlasınlar. Bütün bunlar effektiv təqdimat üçün vacib olan elementlərdir. Bəs daha hansı məqamlara diqqət yetirmək lazımdır ki, təqdimat effektiv olsun? Təqdimat prosesinin ardıcıllığı da əsas məqamlardandır.
Auditoriya ilə emosional kontaktın qurulması. Şagirdlərə izah edin ki, təqdimata başlamamışdan əvvəl auditoriya ilə ünsiyyət yaratsınlar. Məkana biraz tez gəlib insanlarla danışsınlar, adlarını öyrənsinlər, onlarda güvən hissi yaratsınlar. Özləri haqqında yaxşı təəssürat yaratmağa çalışsınlar. Çünki insanlar bəyəndikləri şəxsi daha diqqətlə dinləyirlər. Açılışdan çox şey asılıdır. Təqdim etmənin açılışı necə olmalıdır? Özünü təqdim etməklə başlasınlar. İşləri, fəaliyyətləri, burada olma səbəbləri haqqında danışsınlar. Auditoriya onları nə üçün dinləməli olduqları haqqında məlumat versinlər. Diqqəti cəlb edib qarşılıqlı kontakta nail olsunlar. Danışarkən yumordan istifadə etsinlər. Nitqi kiçik bir hekayə ilə başlamaq uğurlu təqdimat başlanğıcı hesab edilir. Dinləyənlər üçün cəlbedici bir statistika təqdim etsinlər. Auditoriyanı düşünməyə təşviq etsinlər. Auditoriyanı prosesdə iştiraka cəlb etsinlər. Auditoriyadan əks əlaqə almağa çalışsınlar. Xatırlayırsınızsa, əvvəldə auditoriyaya daha açıq olmağın effektiv olduğundan danışmışdıq. Açılışın sonunda mövzu artıq hamıya aydın olmalıdır. Təqdimatın məqsədi, əsas məqamları auditoriyaya tam şəkildə çatdırılmalıdır. Sonluq da məlum olmalıdır. Təqdimat zamanı əsas məqamların çatdırılmasını diqqətdə saxlamaq lazımdır. Şagirdlərinizlə bu barədə artıq danışmısınız. Açar sözlərin, əsas məqamların müəyyənləşdirilməsi, keçidlərin dəqiqləşdirilməsini tapşırmısınız. Təqdimatın davamında danışa-danışa əsas məqamları vurğulayıb digərinə keçid etmək lazımdır. Danışan şəxs dediklərini sübut edən faktlar təqdim etməlidir, həyatdan nümunələr gətirməlidir, auditoriyadan suallar almalıdır və müxtəlif texnikalarla auditoriyanın diqqətini yoxlamaq lazımdır. Onlar sizi dinləyirlərmi? Və təqdim etmənin sonu. Təqdim etmənin sonu olduğunu auditoriya ilə paylaşmaq mütləqdir. Bu zaman əsas məqamlar bir daha vurğulanmalıdır. Danışan nəyi demək istəyirdi və dinləyənlər bu təqdimatdan nə götürməlidirlər? Mütləq auditoriyanın sualları cavablandırılmalıdır. Şagirdlər bilməlidirlər ki, təqdim edənin vəzifəsi həyəcanla mübarizə aparmaq yox, onu idarə etməkdir. Təqdim edən məqsədə çatmalıdır. Auditoriyaya yönəlik olmalıdır. Yumşaq şəkildə auditoriyanı yönəltməlidir. Dinləyiciləri əyləndirərək dinlətməlidir. Şən əhval-ruhiyyə nümayiş etdirməlidir, gülümsəməlidir. Bədən dili, emosiyaları məqsədə uyğun olmalıdır. Pauzaları effektiv idarə etməlidir. Təqdimatın sonunda mütləq auditoriyaya müraciət edilməli və onların sualları cavablandırılmalıdır. Auditoriyaya açıq olmaq effektiv təqdimatın ən mühüm detalıdır. Sualları aydın, anlaşılan şəkildə cavablandırmalıdır. Kimsə sizin fikrinizlə razı deyilsə, mübahisəyə girmək qətiyyən yol verilməzdir. Unutmayın ki, siz sadəcə fikirlərinizlə bölüşürsünüz. Sizinlə razılaşmayanlar da ola bilər. Və nəhayət, ən əsas məqamlardan biri danışan təqdimatını zamanında bitirməlidir. Effektiv təqdim etmək üçün ən əsas məqamlardan biri əyanilikdən və qeyri-verbal informasiyadan səmərəli istifadə etməkdir. Əyanilik deyəndə nə nəzərdə tutulur? Nitqi müşayiət edən PowerPoint slaydlarının olması, slayddakı yazıların az olması, qrafik diaqramlardan istifadə edilməsi, şəkillərin məqsədəuyğun verilməsi, veb linklərin yerləşdirilməsi, filmlər, videoların nümayişi, maqnitli və ya markerli lövhədən istifadə və s. Əyanilik və qeyri-verbal şəkildə verilən informasiya nəyə xidmət edir? Əsas məqamları vurğulamağa, dəstəkləməyə və izah etməyə. Danışana yox, auditoriyanın marağına, fikrin sadə şəkildə və aydın çatdırılmasına. Əvvəldə də qeyd etdiyimiz kimi, təqdim etmə bir bacarıqdır. Öyrənmə və təcrübə nəticəsində formalaşır. Şagirdlərdə bu bacarıqları formalaşdırmaq üçün nə etmək lazımdır? Şagirdlərə tez-tez təqdimat hazırlamaq tapşırığı verin. Şagirdləri danışmağa, auditoriya qarşısına danışmağa sövq edin. Yalnız sinifdə deyil, müxtəlif auditoriyalar qarşısında çıxış etməyə təşviq edin. Şagirdlərin emosional intellektini, tənqidi və yaradıcı təfəkkürünü, problem həll etmə bacarığını inkişaf etdirin. Artıq təqdimatın sonuna gəldik. Suallarınız?